zamanlar Abşeron rayonu Hökməli qəsəbəsi Bakı-Şamaxı şosesi 14-cü kilometr ünvanında yerləşən Cənnət Park yaşayış kompleksinin qazla təmin olunmaması ilə bağlı sakinlər tərəfindən şikayətlər kütləvi hal alıb. Bölgə TV xəbər verir ki, iddialara görə eyni adlı şirkət tərəfindən verilən vədlərə görə qazla təminata vəd verilməsinə baxmayaraq bu istiqamətdə heç bir iş getmir. Əhali elektrik enerjisinin istifadəsinə görə yaranmış borc məbləğini və mənzillərinin isidə bilməmələri haqqında da şikayətlərində qeyd edirlər. Problemlə bağlı TikTok platformasında Cənnət Park boykot səhifəsi yaradılıb və hazırda hesabın 478 nəfər üzvü var. Məsələ ilə bağlı Modernaz Cənnət Park MTK-ya sorğu ünvanlayıb. Sizin tərəfinizdən 23 yanvar 2026-cı il tarixində edilmiş ifahi müraciətlə əlaqədar olaraq bildiririk ki, Abşeron rayon Hökməli qəsəbəsi Bakı-Şamaxı şosesi 14-cü kilometr ünvanında yerləşən Cənnət Park yaşayış kompleksinin 10-cu bina 2024-cü il son rübündə və 11-ci bina isə 2025-ci ilin ikinci rübündə müvafiq qaydada istismara verilmişdir. Binanın istismara qəbul edilməsi və sənədləşdirmə prosesləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəkildə yerinə yetirilmiş və bu istiqamətdə hər hansı hüquqi və ya texniki maneə mövcud deyildir. 2024-cü il və 2025-ci il ərzində binada və ayrı-ayrı mənzillərdə daxili təmir işləri yerinə yetirildiyi, habelə tikinti prosesi mərhələli formada icra olunduğu üçün qaz təsərrüfatına aid kommunikasiya xətlərinin çəkiliş işləri müəyyən vaxt ərzində podratçı təşkilatların icra qrafiki əsasında yerinə yetirilmişdir. Hal-hazırda kooperativ tərəfindən görülmüş tədbirlər və aidiyyatı podratçı təşkilatlara verilmiş sifarişlər əsasında binalarda qaz xətlərinin çəkilməsi işləri icra edilmiş, qaz ağaclarının sifarişi və quraşdırılması ilə bağlı proses davam etdirilir. Qeyd olunan texniki tamamlanma işlərinin 2026-cı ilin ikinci rübü ərzində başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, sakinlərin kommunal təminatla bağlı yükün azaldılması məqsədi ilə bina üzrə elektrik enerjisi sərfiyyatına görə tətbiq olunan ödənişlərə 30% həcmində güzəşt tətbiq ediləcəkdir. Bildiririk ki, binada aparılan işlər məqsədi şəkildə ləngidilməmiş, yeni tikintilərdə ümumi konstruksiya və mühəndis kommunikasiya xətlərinin istifadəyə verilməsi prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə icra edilmişdir. Rəna Rövşən qızı, Bölgə TV.